Bəzən biz həkimlər birbaşa xəstə ilə münasibətdə oluruq və həkimlərin birinci hədəfi xəstənin güvənini qazanmaq, etibarını qazanmaq və xəstənin bir həkimdə olan sağalma potensialını görə bilməkdir. Amma nə olursa olsun, biz həkimlərin işində, qabiliyyətində bizim mütləq bir arxa plan, görünməyən bir dəstəyimiz, gücümüz vardır. Doktor, zəhmət olmasa deyin, komanda işi dedikdə siz daxildən gələn təşəkkürü nəzərdə tutursunuz, yoxsa bu sadəcə tibbi kollektivin inciməməsi üçün bir etik davranışdır? Komanda işidir demək, dostları incitməmək üçündür, yoxsa həqiqətən tək işləmək mümkün deyil? Təbii, adı üstündə tibb bacıları hər zaman həkimin sağ əli deyə keçər. Tibb bacıları istər kömək vasitəsi olar, istər sənədləşmə işlərində bizim çox önəmli faktorlarımızı, işlərimizi görən bir insanlardır. Ondan əlavə cərrah olaraq onu deyə bilərəm ki, təbii ki, əməliyyatxanada bir həkim, bir cərrah öncəliklə bir həkim anesteziyoloqa güvənməyə və onun gücünə ehtiyacı vardır. Çünki bizlər xəstənin ağrısızlaşdırılaraq, xəstənin risksiz anesteziya verilərək güvəndiyi bir həkim gördüyümüz zaman öz işimizi daha stressiz, daha düzgün həyata keçiririk. Digər tərəfdən hər bir cərrahın assistent dediyi köməkçisi vardır. Köməkçi o deməkdir ki, cərrah bütün fikri və bütün fokusu ilə əməliyyata odaqlanır və odaqlandığı zaman nə görə bilər bir cərrah? Bəzən odaqlandığı nöqtədən bir kənar, bir 20-30% bəzi incəlikləri görə bilməz. Buradakı assistentin görəvi o kör gözün, görünməyən gözün yanında olmaq və açmaqdır. Mən qətiyyən xüsusilə bunu demək istəyirəm. Təbii ki, həkim işi bir komanda işidir, bir dəstək işidir və ən gözəl həkim də arxasında yaxşı bir komanda yığan, güclü bir anesteziyoloq, tibb bacısı və ya assistenti olan bir həkim olduğunu düşünürəm.